Muhtar müəllim, bugünkü gün sən də öz kameranla bir yerdə Mir babanın ziyarətinə gəlmişsən. Nə deyəsən bu haqda? Salamlayıram sizi Talih müəllim. Öncəliklə Qubatlı yurdundan, doğma Qubatlıdan bütün izləyənləri salamlayıram. Nəinki Qubatlıları, bütün Qubatlı sevərləri, işğaldan azad olmuş yurtların dəyərləndirən, qədrini bilən, şəhidini sevənləri, torpaqlarımızın azadlığı uğrunda canından keçənləri, əziyyəti olanları qiymətləndirənlər, bütün hər kəsi, bütün Azərbaycanlıları salamlayıram. Hətta Respublikadan kənarda olan soydaşlarımızı da buradan salamlayıram. Bura Azərbaycandır, bura yurt yeridir, bura doğma Qubatlıdır, Mirlər kəndidir. Talih müəllim, bugün 15 may tarixi bilirik ki, sevənlər bilir ki, Mir Məhəmməd ağanın avtoqəzada dünyasını dəyişən gündür. Həmin günü mən belə xatırlayıram. 6 yaşım vardı, 1982-ci ildə mənim 6 yaşım vardı. Yadımdadır ki, mən Kəfşəndə olanda uşaq idim də. Gördüm ki, qadınlar dizinə çırpa-çırpa qaçırlar kəndə sarı. Vay nəsəylə, vay şivənlə. Mən anlamırdım onda nə baş verdiyini. Sonradan zamanla anladım ki, elimizin sevimlisi yol qəzasında həlak olubdu, Mir Məhəmməd ağa. Sonradan zaman keçdikcə, yaşa dolduqca böyüklərin danışdıqlarına, şəxsən dünyasını dəyişmiş atamın danışdıqlarından eşitdim ki, məlumat üçün deyim ki, mənim atam Mir Məhəmməd baba ilə işləyibdi, yəni təcili yardım sürübdü o vaxtlar. Sovet dönəmində təcili yardım sürülmüş Vilis maş. Həmişə Mir Məhəmməd babanın barəsində yaxşı sözlər danışırdı. Onun övliyə olmağı, seyid olmağını onsuz da hamı bilir. Məsələ ondadır ki, bu adam insan kimi insanıdır. Allahın sevimli bəndəsi idi, Allaha yaxınıdır. Yəni, etdiyi əməllərlə xalqın sevimlisi olmuşdu, xeyirxah əməlləri ilə. Bilirsiniz ki, hamımızın əhatəsində seyid də var, molla da var, namaz qılan, itayət edənlər vardı. Amma gəl görək, bax, tanıdığımız, mən şəxsən izləyənlərə deyirəm, tanıdığımız ibadət adamları hamısı canı könüldən, Allah deyənlə olurlarmı? Yəni, insaniyyət üçün. Bu günləri uzaq məsafə insanlar qət edirlər, həcc ziyarətinə gedirlər. Amma burada bir ehtiyacı olanın qarnını doyurmağa lüzum bilmirlər. Amma Mir Məhəmməd ağa eşitdiyimə görə, böyüklərin danışdığından bəlli olur ki, nəyin şəxsi vəsaiti ilə, öz vəsaiti çatmadığı qədər şəxsi münasibətləri ilə, dostların vasitəsi ilə çalışıb kəndi üçün nəsə eləsin, eli üçün nəsə eləsin. Bax, o Çabərşadın üzərindən adlayan körpünün ilk qurucusu Mir Məhəmməd ağa olub, mən bildiyim qədər. Yəqin razılaşarsınız. Yol çəkilişində eşitdiyimə görə çoxlu əməyi olubdu. Gücü çatan qədər, yenə deyirəm, vəsaiti elə imkanlı adam olmayıb, amma dostlarının hesabına, şəxsi münasibətlərin hesabına bunları edibdir. Və sonra da eşitdiyimə görə böyüklərin danışdıqları, həkimlərin danışdıqlarından da eşidirəm ki, həkim olduğu dönəmdə xəstələrinin öz kollegalarına məsləhət bilirmiş ki, xəstəgər həkimin yanına gülə-gülə çıxmırsa, demək ki, yaxşı həkim deyil. Yəni, həkimlərin həm də psixoloq olurdu xəstələri ilə. Sizə məlumat üçün bir şey də deyim, Talih müəllim. Mənim şəhid qardaşım Məğrur Şirinovun adını Mir Məhəmməd ağa qoymuşdu. O da belə olmuşdu. Atam körpə vaxtı qardaşımı gətirib ki, mənim balama ad qoy. Mir Məhəmməd ağa deyib ki, bəs öz ağsaqqallarına tövsiyə edib ki, ağsaqqalların qoysun. Deyib ki, mənim ağsaqqalım elə sənsən. Qismət belə gətirdi ki, qardaşım da şəhidlik zirvəsinə ucaldı və ən ali mərtəbələrdə oldu. Allah rəhmət eləsin. İkisinin də demək olar talihi oxşar oldu. Mir Məhəmməd ağa el yolunda, qəzada dünyasını dəyişdi. Qardaşım da el yolunda şəhid oldu. Bugün də onun əziz xatirəsini yad eləmək üçün kəndinə gəlmişik, yurduna gəlmişik, məzarı önündəyik. Allah rəhmət eləsin. Deyərdim ki, Allah balalarına xoş günlər qismət eləsin. Onu sevənlərə, onu ziyarətə gələnlərə
Ziyarətlərini Allah qəbul eləsin. Və elə bu yerdən də ayağımız durduğu torpağı bizə hədiyyə eləyən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Müzəffər ordumuza buradan güc, qüvvət, ali baş komandarımıza da yenə güc, qüvvət arzulayıram. Var olsunlar. Təşəkkür edirəm Talih müəllim. Allah kömək olsun. Çox sağ ol qardaş. Allah səni var eləsin. Sənin həqiqətən də zəhmətin, əziyyətin çox böyükdür. Bugünkü gündə, yəni Qubadlımızda tanınmalı olunan insanları tanıtmaq üçün sənin çox əməyin var. Mən buna görə sənə minnətdarlığımı bildirirəm. Bir həmkar olaraq bir minnətdarlığımı bildirirəm. Bunu nə həvəsən, nə marağa. Bax, yəni elədiyin işin elə bir ki, mən bilirəm ki, sən də təmənnasız edirsən bunu. Burada bu qazanc yeri deyil. Bəli. Öncəliklə Talih müəllim, sizə minnətdarlıq edirəm ki, zəhmətimə dəyər verdiyiniz üçün. Yəni mənim yolum həqiqətən çətin yoldur. Bu bir missiya çətin yoldur, həm məsafəmiz uzaqdır. Buna da siz dəyər verirsinizsə, mən qürur duydum, sağ olun. Yurda ilk ayaq açdığım gün 2021-ci il iyunun 4-ü olub. Bu yurtda da eşitdim ki, yurt yerində də həmin hadisəni eşitdim ki, jurnalistlərimiz minaya düşdü. Bizim şəhid Sirac qardaşımız da onların içərisində olmuşdu. Həmin günü mənim ilk ziyarətim olmuşdu. Həmin gündən sonra mən yurda ziyarətdən qala bilmirəm. Davamlı gəlib gedirəm və şəhidlərimizin plakatları ilə, şəhidlərimizin məzarları ilə ünsiyyətə girirəm. Uçulmuş evlərimizlə ünsiyyətə girirəm. Sanki mən onu yaşayıram onlar. Ruh dili ilə onlarla danışa bilirəm. Və onunla təskini alıram ki, gəlib gedəndə də yəni yurdumuzun sevilməsi üçün əlimdən gələn qədər təbliğat yönümlü videolar çəkirəm. Əgər siz izləyirsiniz, bilirsiniz, mənim videolarım hamısı təbliğat yönümlü. İstərsə təbiətdə olan heyvanların qorunması, istərsə də yaşıllıqlar, istərsə də şəhidlərimizin əziz xatirələrin unudulmaması. Bundan heç bir təmənna güdmürəm. Təbii ki, çətindir, əziyyətdir, xərsdir, gəlib getmək mənim üçün biraz çətindir. Amma buna baxmayaraq usanmıram, mənim sağlamlığım da buradadır. Nədən ki, mən elə göründüyü kimi sağlam adam deyil, amma mən bu yurt yerinə gəlib getməklə buradan enerji alıram və biraz da yaxşı oluram. Bu qədər bəsit. Allah qorusun. Çox sağ olun. Təşəkkür edirəm, sağ olun, var olun.